Mərhəmətli və rəhimli Allahın adı ilə. Ateistlərin Allahı inkar etmələri üçün heç bir elmi dəlilləri yoxdur. İnadları sadəcə Allahın ayələrinin onların havaları ilə olmamasıdır. Əsl həqiqətdə ateistlər adi insanlardan daha çox inanclı olurlar. Heç fikir vermirsinizmi? Onlar bir uşaq ölümü gördükdə və yaxud birinin evinin damını külək uçurduqda məhz Allahı günahlandırırlar. Halbuki bayaq inkar edirdilər. Ateistlər özlərini elmli bir insan kimi qələmə versələr də, əslində onların ağılları yoxdur. Çünki danışdıqda baxırsan ki, onların Allahı inkar etmələrinin bir səbəbi də gördükləri, tanıdıqları bir namaz qılanın oğurluq etməsidir və yaxud bir hicablı qadının pis yolda olmasıdır. Halbuki bu kimi insanlarla Allahın varlığının nə əlaqəsi var? Qeyd etdiyim kimi ateistlər elmli olsalar belə ağılları heç yoxdur. Onların alimlərinin inkar etmələrinin bir səbəbi də təkəbbürdür. Yəni kainata aid bir sirri aşkarladıqda və yaxud insana aid olan yeni bir bilgi əldə etdikdə özlərini ağıllı hesab edirlər və dini kiçik görürlər. Əsl reallıq, kamillik, ağıl isə budur ki, məsələn, hazır bir tortun daxilini araşdırsaq və onun reseptini tapsaq, bu onun bir hazırlayanı olduğunu inkar etməyə əsas vermir. Əksinə onu bir hazırlayanın olduğunu göstərir. Və ən əsası isə əsl həqiqətdə ateistlər həm bilərəkdən, həm də bilməyərəkdən şeytana əsir olmuş kimsələrdir. Mən həmişə düşünürdüm ki, bir ateist əgər inkar edirsə qoy etsin. Bəs nə üçün onun ancaq işi gücü dinə qarşı çıxmaqdır? Bu zaman isə sualıma Qurandan belə bir cavab tapdım. Nisa surəsi 76-cı ayə. Möminlər Allah yolunda, kafirlər isə şeytan yolunda vuruşarlar. Onların təbliğatına fikir verdikdə isə görürsən ki, zəif insanlara vəsvəsə verərək, yəni psixoloji təsir edərək belə deyirlər. Mən də əvvəl namaz qılırdım və yaxud mən Quranı oxudum, sonra ateist oldum. Bəli, hər şeyə cavab verən Quran buna da belə cavab verir. Tövbə surəsi 125-ci ayə. Qəlbində məraz olanlara gəldikdə isə hər bir surə onların murdarlığı üstünə bir murdarlıq gətirər.